Hoş gelmişsiniz. Köyü havale eleme Mehmet Müəllimə verirəm. Hoş geldiniz. Çok sağ olun, Allah mübarek eləsin. Bütün subaylarımıza toy kısmet olsun. Salam, hər vaxtınız xeyirli olsun, hörmətli məclisəhli, əziz qonaqlar. Assalamu aleykum, xiriyaliyatsal, əzizalvatsal. Dobri večer, дорогие дамы, уважаемые господа. Xoş gəldik şu əziz mehmana, qamarcuba, miqabribo. Hörmətli məclisəhli, əziz qonaqlar, sizləri həmişə kimə bax belə bir neçə dildə salamlamaqda məqsədim, yəni demək istəyirəm ki, bura Azərbaycanın ən gözəl bir bölgəsi olan Zaqataladır, hansı ki, bu diyarda bir çox millətlərin nümayəndələri yaşayır. Azərbaycanlılar, avarlar, çaxurlar, İngoloylar, Ruslar, Türklər. Hamısı bir-birinə qız verir. Gəlin gətirir, oğul evləndirir. Hamısı bir-birinə can deyir, vətənim Azərbaycan deyir. Eşq olsun bütöv Azərbaycanımıza, elimizə, obamıza, gözəl Zaqatalamıza. Və xüsusilə bugün toyuna yığışdığımız İsmail oğlumuza, Diana qızımıza. Tanrı onları xoşbəxt eləsin, sizləri var eləsin. Nə yaxşı ki siz varsınız. Siz varsınız ki məclis gözəldir, əhval-ruhiyyə gözəldir. Hörmətli məclisəhli, bəli bugün Azərbaycanımızın hər bir bölgəsində bax belə toylar var, nişanlar var, ad günləri, şad günləri var. Bizləri belə bir gözəl gündə üzümüzü ağ edib, belə gözəl günlərdə iştirak etməyə üzümüzü ağ edən, bizim vətənimizin bütövlüyündə, torpaqlarımızın azadlığında canından keçən şəhidlərimizdir. Sağlamlığını itirən qazilərimizdir, müzəffər ordumuzdur, Ali Baş Komandanımızdır. Həmişə olduğu kimi bugün də istəyirəm ki, bax bu gözəl məclisimizə başlamazdan əvvəl, elə bizim masiximizin girişində də, sağında və solunda olan şəhidlərimiz başda olmalı. Bütün Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqə sükutla bir yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uca Tanrıdan şəfa arzu oluruq. Hal-hazırda vətənimizi qoruyan əskərlərimizə, müzəffər ordumuza uğurlar arzu oluruq. Arzu edirik ki, müharibələr olmasın, ümumiyyətlə heç dünyada müharibələr olmasın. Əmin amanlıq, firavanlıq olsun. Qızlar olan qapıya elçilər gəlsin, oğlanlar olan evə gəlinlər gəlsin, toya dəvətnamələr gəlsin, şəhid xəbərləri gəlməsin. Hörmətli məclisəli, bax belə firavan günlərdən biri də gözəl Zaqatalamızın ən gözəl kəndlərindən biri olan, o dağlar qoynunda yerləşən, Maçıq kəndində, Ebteyevlər ailəsində yaşanır İsmail bəyimizin toy günüdür. Elə İsmail bəyimiz də vətənimizin
igid bir oğludur. Hansı ki 44 günlük müharibədə iştirak edib. Bugün ailə qurur. Diana xanımdan subaylığın son gününü, ailəlik həyatın ilk günü yaşayırlar. Və bugün baxıram, hər şey gözəldir. İnsanlar gözəl, süfrədə naz, zeymət gözəl. Amma bu gözəlliyi tamamlamaq üçün gəlin bir gözəl musiqi sədaları ilə səbəbkarlarımızı məclisə dəvət edək. Buyursun, ansambl Əks Səda. Yandırın şamları, alovlansın, alışsın, şadlı, sevinç birbirine karışsın. Ama bugün toy günden danışsın. Sevenlerin sevgisidir bu gece. İsmail Bey'in, Diana Hanım'ın toy günüdür bu gece. Doğru. Toylarımızın, şenliklerimizin şah musikisi vazalı çalınır. Vazalı çalınır. Bir ana kızını gelin köçürür. Vazalı çalınır, bir ana həsrətlə gəlin gözləyir. Eşq olsun bu gözəl günümüzə, eşq olsun toy günümüzə. Hörmətli məysəhlim, əziz qonaqlar, səbəbkarlarımız İsmail bəy, Diana xanım məclisə daxil olur. Bir gürültülü alqışlar gəlir.
Hörmətli İsmail bəy, hörmətli Diana xanım, xoş gəldiniz bugünkü taxtı tacınıza. Xoş gəldiniz bugünkü öz toyunuza. Bugün həyatınızın ən gözəl günüdür. Bugün sizin toy gününüzdür. Toyunuz mübarək olsun. Qurduğunuz ailə elimizdə, obamızda, Zaqatalamızda, Azərbaycanımızda ən nümunəvi, ən gözəl ailələrdən olsun. Tanrısı qorusun. Bu gözəl gününüz mübarək olsun. İsmail Diana, берсин срехлажа камурсадах, бикат кунугуй гуцо соесеш баг. Allah اسموجای قسمت وگی آوادن عمر ساخی روخل با. کاموگی مجار بگه ستوراس روخ صوتون بیگی خزانه زوساس. امر بسیار زمانا کاتبو soyas şab guvas mujur roxil gege Allah rahman olsun. Əyləşəbilirsiniz. Bugün bütün deyilənlər, arzular, xeyir dualar, təbriklər sizlər üçündür. Hansı dildə də sizləri təbrik etsək, xeyir dua versək, Allah Taala bütün dilləri bilir. Tə ki sizləri xoşbəxt olasınız. Hörmətli məclisli əziz qonaqlar, bir də hər birinizi salamlayırıq bax bu gözəl toy axşamında. Gözəl Zaqatalamızın ən gözəl şadlıq saraylarından biri olan, sərfəli qiyməti ilə, yüksək xidməti ilə sayılan, seçilən Tala Çayı Şadlıq Sarayından sizləri salamlayırıq. Saray rəhbərliyi və bugünkü ev sahibləri, Ebdi Evlər ailəsi adından hər birinizə xoş gəlmisiniz deyirik. Bəyimizə, gəlinimizə xoşbəlik arzu edirik. Və bugün bu gözəl anları, bu gözəl dəqiqələri tarixlərə yazan rejissorlarımızı, operatorlarımızı salamlayırıq. Hakim müəllim başda olmaqla. Həmişə demişəm, toya gələndə xanımlar, bəylər fərq etməz, 10 yaş cavan görünərlər, bu bir həqiqətdir. Çünki gözəllik 10'dur, 9'u dondur. Bugün də hamınız gənc, gözəl, gümrah görünürsünüz, həmişə belə əhval-rüyədə olasınız. Odur ki, dostlarınızla, rəfiqələrinizlə və sözsüz ki, bəyimizlə, gəlinimizlə bir xatirə şəkilləri çəkdirməyi unutmayın. Az bir müddətdə şəkillər gəlib sizə çatacaq. Və bugün bu gözəl gecəni ən gözəl mahnıları, musiqiləri ilə bəzəyən zonamızın, regionumuzun, Azərbaycanımızın hər yanda tanınan, sevilən, seçilən, musiqilərdən ibarət olan, hər yandan səsi sədası gələn, əks səda instrumental ansamblikdən salamlayırıq. Ansamblın rəhbəri, dəyərli musiqimiz, dəyərli sənətçimiz, Dağıstan Respublikasının əməkdar artisti, Azərbaycanımızın sevilən sanatçısı Baxtiyar Kantayev, eşq olsun dəyərli musiqilərimiz də. Və onu da bilirsiniz ki, Zaqatala beynəlmiləl bir diyardır. Zaqatalamızın toyları daha gözəl olur. Çünki bizim toylarımızda Azərbaycan, Avar, Türk, Rus, Axur, Gürcü mahnıları səslənir. Bugün bütün bu gözəl mahnıların mahir ifaçıları iştirak edirlər. Səsi ilə, sənəti ilə tanınan müğənnilərimiz, həm yerlərimiz, elimizin dəyərli oğulları. Pərvin Piranovu salamlayırıq. Şamil Xirayevi salamlayırıq. Eşq olsun, səsinizə qüvvət. Və Zaqatalamızın yox, Azərbaycanımız yox, bütün dünyanın ən dəbdə olan, ən sevilən musiqilərini, xarici musiqilərini bizlərə çatdıracaq bugün bölgəmizin ən tanınan DJ Səddamı salamlayırıq. Və məni də tanıyırsınız. Heç bir reklama ehtiyacı olmayan Məhəmməd Zaqatalalı. Çox sevinirəm ki, bugün Zaqatalamızın, Azərbaycanımızın çox dəyərli oğlu, bu 44 günlük müharibənin iştirakçısı İsmail bəyin toyunda iştirak etmək elə mənim üçün böyük bir şərəfdir. Odur ki, İsmail bəy öz adımdan, musiqiçilər adından bir daha təbrik edir sizləri, toyunuz mübarək olsun deyirik. Və istəyirik bu gözəl məclisimizə gözəl bir musiqi sədaları ilə başlayaq. Söz musiqiçilərindir. Buyurun. Məhəmməd bəyim, çox sağ olun. Təşəkkürlər. Belə gözəl açılış üçün, belə gözəl təbrik üçün. Biz də öz növbəmizdə təbrik edirik İsmail bəy xanımını, xoşbəxtlik arzu edirik. Göz aydını veririk, hər bir kəsə gözünüz aydın olsun. Xoşbəxt olsunlar və bu təbrikə, bu gözəlliyə əlbəttə ki, bizdən ilk musiqi elə sizlərin, bəyimizin, gəlinimizin şərəfinə gələcək populyar mahnımız Şamil Xurmayev. Buyur, sən də təbrik elə. Ассаламу алейкум, добрый вечер, дорогие гости, дорогие друзья, я тоже присоединяюсь, Парвин. Исмаиль, поздравляю вас, желаю вам счастья, здоровья, долгих лет жизни и всем гостям хорошего.
Xoşbəxtlik arzu edirik sizlərə. Eşq olsun Bəxtiyar bənim, çox sağ Çox sağ olun Pərvin bəy, Şamil bəy. Sensin Aladdin. Bravo. Spasibo maestro. Eşq olsun Bəxtiyar müəllim. Bəli, hörmətli məclis əhli, gözəl bir musiqi, gözəl bir əhval-ruhiyyə ilə başlayırıq bugünkü məclisimizə və ümidvarıq ki, bugün subaylığına son deyən, ailəlik həyatına qədəm qoyan İsmail bəyin, Diana xanımın da həyat yolları, Aysadət xanım bax belə gözəl olacaq, onların ailəsinə həmişə musiqi olacaq, sevinc olacaq, xoşbərlik olacaq və bütün maçaq əhli, biz də, siz də eşidəsiniz ki, gələn ilin bu vaxtlarında bu gözəl ailədə dünyanın ən gözəl səsi, dünyanın ən gözəl nəğməsi, bir gözəl körpə səsi var inşallah. Oğul ya qız fərq etməz, oğul ya qız fərqi nədir? Hər ikisi can meyvəsidir, ata-ananın yenidən bu dünyaya gəlməsidir. Bəli, ata-ana dedikdə bugün hörmətli məclisəli, bax bu gözəl süfrəni bizlərə açan, bu gözəl ailəyə, Deyvlər ailəsinə minnətdarımızı bildiririk. Bəyimizin çox hörmətli anası Səadət xanım, gözünüz aydın olsun. Dünyasını dəyişən Şamil ata Allah rəhmət eləsin deyirik. Artıq 6-7 ildən çoxdur ki, bəyimizin atası dünyasını dəyişib. İnsan dünyasını dəyişsə də onun ruhu daima yaşayır. Və bugün onun ruhuna ayandır ki, oğlunun toy günüdür. Bir daha deyirəm, Allah rəhmət eləsin, ruhları şad olsun. Və çox sevinən, bugün bizləri bax burada dəvət edən və məclisin əvvəlində gördünüz də Səadət xanım necə məclisə daxil oldu, necə bir əhval-ruhiyyə ilə. Ümidvarıq ki, Səadət xanım bu əhval-ruhiyyə heç vaxt sönməsin. Hər zaman belə sizi güldürsün, sevindirsin. Gələn gəlinizin ayağı səyalı olsun, Allah mübarək eləsin bir daha. Və sizi ilə qohum olan Paşan kəndindən çox hörmətli Muhumayevlər ailəsini salamlayırıq, Makovdan dəyərli Muhumayevlər ailəsini salamlayırıq. Nurəddin atanı, Naimə xanımı salamlayırıq. Bugün adətimizə görə gəlinimizin valideynləri iştirak etməsələr də onların yaxınları, əzizləri iştirak edirlər. Xoş gəliblər, qohumluğunuz mübarək olsun. Daimi olsun, əbədi olsun deyirik. Dünyasını dəyişən bir daha nənə babalara Allah rəhmət olasın deyirik. Var olanlara can sağlığı arzulayırıq. Və istəyirəm bir daha bu gözəl günün ən çox sevinən Səadət xanımı dəvət edək, onun xeyir dualarını eşidək, onu təbrik edək. Buyurun Səadət xanım. Bugünkü əsərin qəhrəmanları İsmail bəy, Diana xanım. Bu qəhrəmanların da və bu nəslin də çox hörmətlisi, ağsaqqalı, sözcüsü, məsləhətçisi İbrahim bizi də dəvət edirik. Hörmətli masəxlilər, Zaqatalalılar, əziz qohumlar, siz bu ailəni məndən də yaxşı tanıyırsınız, amma mən də yetərincə tanıyıram. Həqiqətən kənddə nümunəvi gözəl bir ailə. İlk öncə ona görə ki, İsmail bir daha deyirəm ki, 44 günlük müharibənin iştirakçısı olub. Allahın yazısı, qisməti bir də anasının gecə-gündüz edilən xeyir duaları ilə sözsüz ki, bax bugün sağ-salamat toyunda iştirak edirik. Allah qorusun, indən sonra da gözəl günləri arda-arda gəlsin. Səadət xanım, bugün evinizə gəlin gəlir. Gəlin gələndə sevinç gələr, xoşbərlik gələr. Allah Teala sizə iki gözəl övlad qismət eləyib. Qızınızı gəlin köçürmüsünüz. Gözəl bir ailənin çırağını yandırıb, sevimli bir gəlinidir. Bugün isə evinizə gəlin gəlir. Elə bil ki, daha bir qızınız yaxşı gəlin qız əvəzidir. Yaxşı kürəkən oğul əvəzidir. Və mən arzu edirəm ki, bu qohumluqda siz bir oğul, bir qız qazanmış qədər sevinəsiniz. Mən istəyirəm, bax bu gözəl gündə, bu özəl gündə siz təbrik edəsiniz oğlunuzu, qızınızı, yəni gəlinizi deyə başa düşürüm. O gün daha bugündən sizin qızınızdır. Biz də hamılıqla ürəkdən bir amin deyək. Allah xoşbəxt eləsin, oğullu qızlı olsunlar. Harulgu hoş gelir, hik şarol, çiç yugutu da makis roğri, yerbina rolu, молодежу бах бугреги, çi aile sahibi bersin, tutöz kalamat rekorol, dungriziyel, galgi dizrizirez kısmat higi, sağı canik tukun bersin aile sahibi retun ruhsu kısmat higi. Ratsızı mahlan anxeyli haldı begi, emir kuda sağ olmuş, دون قضايوتون إخيال شارل هميشا راترل دي رستل جماعات دير روغ عن خانل
dir agarki, dir çiğ sura kızı, İbrahim bizi, dir vatsıl, rohnu tagi, dir Moskvazı yer, baldızı tutmuş, şamir nicekin akver ki, laf zorsu ben bu, Allah'ın maslihat bugu, Ömer da sağ olmuş, ratsızı mahlanı xeyli haldı begi, ratsızı bak gegi, sağ ol, bersızı, istirahat bugu, rasani, sağ ol. Amin bisir sokaç çakıbin. Kaç çakırız o kera rohagi, bak ge bisir rak rohagi. Je kısı sebepkarıl İsmail yan rohagi. Mujayge sakhi gegi. Ve Bahtiyar Malim, elbisin güzel bir sunun şerifesinin okanızda hula sanzır ozuru. Şamil hurmayı. Aklı kuray mune evel, namus kuray mune evel. Oba! Aklı kuray mune evel, namus kuray mune evel. Şeymun khari ki kuray, şeymun ariç ayara. Şeymun khari ki kuray, şeymun ariç ayara.
زهجه كان بطيئك بدريك خديجه وخي راسي أنا بربك نسانا وسما كما بيدا در أدريس وخي راسي أنا بربك نسانا وسما كما بيدا در أدريس Karanda asal kita, kita jadi hudud. Berbeda susah kita, duk Arab kita bazu. Karanda asal kita, kita jadi hudud. Ay maşallah, eşk olsun. Var olun, yorulmayasınız, həmişə bax belə əhval-ruhiyyədə olasınız. Hörmətli məclisəhli, iki gözəl ailənin, valideynlərin, doğmaların, betələrin, abayların, əzizlərin sevincini gördük. Arzu edirik ki, burada iştirak edən bütün atalar, analar, subay oğlundan, subay qızından görsün. Subay bacılarınıza, subay qardaşlarınıza qismət olsun deyirəm. Bəli, bacı qardaş deyəndə elə bugün ən çox sevinənlər də bacılar qardaşlardır. Bacı üçün qardaş, qardaş üçün bacı Allah Taala'nın verdiyi ən böyük varlığıdır. Varıdır, dövlətidir, sərvətidir. Bir dağların başında dumandı qardaş. Yağışdı, tufandı, borandı qardaş. Bacını bir gün nigaran görsə, od tutub alışıb yanandı qardaş. Bacı da qardaşın başın tacıdır. Hər bir dərdin əlacıdır. Ay bacılar, haralara köçüb getsəz də, qardaş bacının, bacı qardaşın ehtiyacıdır. Allah Teala bütün bacı qardaşları mehriban eləsin. Bəyimizin, gəlinimizin dəyərli bacı qardaşları kimi. Hürməti yatsıl, hürməti vatsıl. Təbrik görüşünümüz və istəyirəm bax bu gözəl anda bir bacı qardaş xeyir duası eşidək. İsmail bəyin hürmətli bacısı Həbsət xanım, Əyətullah Rasim bəy, evladları, balaca kişilər Əhmədi, Rəsulu dəvət edirik. Və gəlinimizin çox hürmətli qardaş bacıları, damadı və haddini bir daha dəvət edirik. Buyurun, hürmətli, dəyərli bacılar və qardaşlar. Əmi bibi, dayı, xala, oğulları, qızları da bir bacı qardaşdır. Yəni, vasalıl, yasalıl ki, çova atsıl, soy atsıl. Buyurun, gəlin, bacı qardaşa dəstək olun. Ay maşallah, eşk olsun. Değerli bacılar, kardeşler, buyursunlar. Vasalı yasalı mujgi davet olsun sadahrihi to. Həbsət xanım, sizin sevincinizin həddi hüdudu yoxdur bilirəm. Siz də bir tanəsiz. Bax bugündən sizə yenə bir bacı, bilirəm baldızların varsa onlar da bacıdır, qayınların qardaşdır, amma bugün yenə sənə bir bacı gəlir. Diana xanımdan ümidvarıq ki, siz gəlin baldız yox, mehriban bir bacı olacaqsınız. Təbrik edirik sizləri.
Bu yanınızda olan balaca igid var ha. İnşallah ona da kısmet olsun. Buyurun gelin tebrik edək. Allah asbaq yegin. Allah asbaq yegin. Allah korusun. Kişi de özü deyirəm də valla. Allah qorusun. Pis gözdən, bəd nəzərdən elə deyilmi? Bəli. Allah asbaq yegin vatsanı. Amin deyirik. Bütün subaylara qismət olsun və sizlər üçün gəlir gözəl musiqilər. Eşq olsun. Yatsın, vatsın. Toydur qardaşımın, Ha! tacı başımın. Ne güzel gündü bugün atır subaylı daşımın. Toydur qardaşımın, odu tacı başımın. Ne güzel gündü bugün atır subaylı daşımın. El salın, veksileyin, hoş arzular dileyin. Hamınız tebrik edin, toydur taze beyin. El salın, veksileyin, hoş arzular dileyin. Hamınız tebrik edin, toydur taze beyin. Her yana ses saldı bu toy, yüreklerde kaldı bu toy. Her yana ses saldı bu toy, yüreklerde kaldı bu toy. Toydur kardeşimim, o da tacı başımın. Ne güzel gündü bugün atır subaylı daşımın. Toydur kardeşimim, o da tacı başımın. Ne güzel gündü bugün atır subaylı daşımın. Aman sözüne geleceğim. Yahu dirsa dirsudu lebidirsa Sunar tsadu sabu gomu hole Yahu dirsa dirsudu lebidirsa Sunar tsadu sabu gomu hole Ahmi paramos mazzagardasa Şeykhir yeyhudum yigo khutole Ahmi paramos mazzagardasa Şeykhir yeyhudum yigo khutole Allah şe'er der al şe'er Amal dersiz dil ma'rula Allah şe'er der al şe'er Amal dersiz dil ma'rula Dostlar beyimize geldiniz ha.
ورنكم طيب يلا Buradan kadın sen uyuysak valaro Sana dulci da di emerkanigi Murienza konigi mun yallahina Yachinar khadimun kuna batiya Murienza konigi mun yallahina Yachinar khadimun kuna batiya Bini damruge Tere diri bankara Uçena mdera Ramahe ramahe Sadik ramahe Hadi da du direke Bini damruge Tere diri bankara Uçena mdera Ramahe ramahe Sadik ramahe Hadi da du direke Ay bravo. Çok sağ olun değerli kardeş bacılar. Sağ ol yatsıl, sağ ol vatsıl, yatsalı vatsalıl. Subaylarınıza kısmet olsun. Allah sizin de bəxtinizi, bax belə gözəl saraylarda, inşallah yaxınlarınızla, doğmalarınızla, toylarınızda görüşmek üzere. Hürmetli meclisli, kardeş bacıların da sevincini gördük, arzu edirik ki bütün subaylara kısmet olsun. Bugünün sebepkarları İsmail Bey, Diana Hanım'dır. Tebrik edirik onları. Ve bugün onların şerefinedir bu güzel gün. Bugün onlar birbirini görmeseydiler, ayrı kentlerde dünyaya gelseler de büyüdüler, boya başa çattılar, birbirini gördüler, sevdiler, seçtiler, subaylığına son dediler, ailelik hayatına qədəm koydular. Bugün biz her birimiz onları tebrik edirik, mübarek olsun deyirik. Ve bugün bu güzel gün bir daha deyirəm ki, Zaqatalamızın güzel kentlerinin biri olan Maçıq kəntindedir. Deyirəm, Rosirək Boxana, Saadat Hanım, Rosnu Betin bugün məxək. Heral, Ölal Roxana, Rosnu Betin bugün məxək. Untulul Qədir oxana, Həlazur Ruhi oxana, Çağözurrak Aroxana, Rosnu Betin bugün məxək. Deyirəm, səs yayılır hər bir yana, bizim Maçıqda toy olanda, ləzzət verir hər insana, kəndimizdə toy olanda. Qohum qardaş dəstə-dəstə toya gələr böyük həvəslə, cavanlaşar qoca, xəstə, kəndimizdə, elimizdə, vətənimizdə toy olanda. Mən arzu edirəm ki, Azərbaycanımızın hər bir bölgəsində belə toylar olsun, ailə quranlar xoşbəxt olsun. Bugün bu arzularla təbrikə gələn çox hörmətli əmi bibi ailələrini salamlayırıq. İsmail bəyin dəyərli əmiləri, bibiləri, elə bu ailənin, bu nəslin hörmətlisi, ağsaqqalı, İbrahim bizi başda olmaqla, İbrahim bizi həyat yoldaşı Kəlimət xanım ailəsi övladları ilə, bibilərdən Maysarat bibisi həyat yoldaşı Ramazan ailəsi övladları ilə, Gülarə bibi həyat yoldaşı Rasim ailəsi övladları ilə, Xacay xanımı həyat yoldaşı Ramazan və çox hörmətli kürəkənim var, bugün tanış olmuşam, Elçin bəy, hərbiçidir, Allah var eləsin. İnşallah söz verib ki, məni Naxçıvana da aparacaq toylara. Dəvət edirik Elçin bəy sizləri də. Hər biriniz ailəlikcə, həyat yoldaşlarınız, qohumlarınızla, qudalarınızla və əmi bibilər gələnə kimi İsmail bəy mənə dedi ki, bəzən bilirsiniz də, həyat qəribədir. Uca dağların başı qarlı olar. Bugün bu ailənin, bu Ehteyl nəslinin çox dəyərli bir oğlu.
Samir bəyin inşallah Allah qapılarını açsın. Tezliklə doğmalarına qovuşsun. Amma Samir bugünü yaddan çıxarmayıb. İnsan çətində də olsa, darda da olsa öz doğmalarını görürsünüz. Bax bu gün gözəl gündə Saadət xanım, Samir'in təbriklərini, salamlarını çatdırıram. İnşallah sağ salamat tezliklə Allah Teala bir daha deyirəm qapılarını açsın, gəlib qohumları ilə, doğmaları ilə görüşsün. Belə gözəl günlərdə bir-birinizi təbrik edəsiniz. Samir bəyin təbriklərini çatdırıram və böyük hörmətlə detələr, abaylar, yashallar, vasallar hamınızı dəvət edirəm. Qohumlarınızla, qudalarınızla, kürəkənlərinizlə, gəlinlərinizlə. Pəncərədən baxıram, yavaş-yavaş axşam düşür, şər qarışır. Bəxtiyar müəllim, məclisə baxıram, hamı gülür, sevinir, şən danışır. Bütün Maçıq əhli deyir ki, valla İsmail və Diana xanım bir-birinə çox yaraşırlar. Biz də deyirik, ömürləri, günləri yaraşıqlı olsun. Axır ebeki abayol. İbrahim bizi çocuk xabar biçə, İbrahim bizi veybi. İbrahim bizi oxun. Assalamu aleykum, bir daha təbriklər. Kürəkən var olun. Allah sizi mehriban eləsin həmişə. Həmişə deyirəm də, yaxşı kürəkən oğul əvəzdir. Qoy hamıya yaxşı kürəkənlər, yaxşı gəlinlər qismət olsun. Mehribançılıq elə bir hissdir ki, onu nə pulla ala bilərsən, nə sata bilərsən. Onu sadəcə qorumaq, qədrini bilmək lazımdır. Təbrik edir sizləri. Buyurun. Siz danışırsınız. Əvvəla, hər kəsi buradan salamlayıram. Fürsətdən istifadə edib, bütün uzaqdan, yaxından gələn qohumları, dostları, hər birinizə. Burada kim iştirak edirsə, mən belə görürəm ki, İsmail bəyin ən yaxınlardır. Mən İsmail bəyin timsalında olan hər bir kəsə gözünüz aydın olsun deyiləm. Əziz Maçıqlar, mən fürsətdən istifadə edib sizin hər birinizi salamlayıram. Bu mənim üçün böyük bir fəxrdir, qürurdur ki, bugünkü gündə Maçıq kəndinin sakinlərinə bir aradayıq. Bugünkü gündə əsasən çıxış etməli idi əmlər, bibilər. Mən bir şey nəzərdə çatdırım ki, əslində onlar üçün bugünkü gün həm xoş gündür, həm də azılı bir gündür. Yəni, belə bir şey nəzərdə çatdırmaq istəyirəm ki, bu ağ saqqal, ağ bilsəklər burada hamısı oturublar, hər birinizdən artıq tərəzdə üzr istəyirəm. Bəlkə də məndən qabaqda çıxış eləyənlər var. Bunlar üçün çox çətindir. Yəni, bugünkü gündə əmlər, bibilər üçün həqiqətən həm acılı, həm də xoş günlərdir. Çünki bugünkü gündə bu ailənin, yəni başçısı, bizim doğmamız, bizim əzizimiz, bizim Şamil dayımız haqq dünyasındadır. Allah ona qəni-qəni rəhmət eləsin. Bugünkü gündə onun ruhu şaddır ona görə ki, övladı İsmailin xoş günüdür, şad günüdür. Həqiqətən, yəni həm acılı, həm də şirin, belə deyək ki, yəni bizim günümüzdür, xoş günümüzdür. Hər biriniz əziyyət çəkmişsiniz, zəhmət çəkmişsiniz. Bu məclisdə iştirak edirsiniz. Hər birinizə minnətdarlığımızı bildirirəm. Yəni, əmlər adından, bibilər adından, onlar üçün həqiqətən bugün danışmaq çox çətindir. Onları üzürlü hesab edərsiniz. Mən haradasa onların vəzifələrini icra eləməyə özümə borc bilmişəm. Çox sağ olun, minnətdaram. Bugünkü gündə yəqin ki, bilirsiniz ki, belə deyək ki, bəyimiz taxtında oturubdur. Həqiqətən mən buradan bəyimizi, Vaçəli, səni salamlayıram, bağrıma basıram. Allah sizi xoşbaxt eləsin. Bugünkü günün ən böyük səbəbkarı bu işi gəncdir. Düzdür, biraz ola bilsin ki, vaxtınızı alaram, amma dəyərli sözlərimlə sizləri, yəni belə deyək ki, çatdırmaq istəyirəm. Bugünkü günün ən böyük səbəbkarı İsmail bəy və onun xanımə həyat yoldaşı olan gəlinimizdir. Yəni, bugünkü gündə burada mən sizin hər birinizdən xahiş edirəm ki, burada bəyimizin anası, qəhrəman ana burada iştirak edir. Həm ata vəzifələrini icra edir, həm ana vəzifələrini icra edir. Mən sizin hər birinizdən xahiş edirəm, bir dənə gürültülü alqışlar gəlsin bəyimizin anası üçün. Çox-çox xahiş edirəm. Həqiqətən, mən bu 2 gün ərzində deyək ki, baxıram, görürəm həqiqətən, yəni bütün yük onun üzərindədir. Çox sağ olun, ananızı
təbrik edirəm, çox sağ ol. Yəni İsmail haqqında mən nə deyə bilərəm? Yəni bir belə deyək ki, tarix yazan insan haqqında nə demək olmaz ki? Səhərə kimi mən gələk, onda sənətkara mikrofonu verməyəm ki, bu sərkərdə haqqında, bu bəyimiz haqqında dəqiq mən danışam. Yəni İsmail bəyimiz belə deyək ki, başlayıb su qovuşandan mən bildiyimə ta Şuşaya kimi. Pilus'ta ki, bu insan könüllülər arasında olubdur. İsmail həm mənim üçün belə deyək ki, vəzifəlidir, həm sənətkardır, ustadır, həm sərkərdədir, həqiqətən. Yəni bunun haqqında çox şey demək olar. Yəni səhərə kimi mən deyə bilərəm bunun haqqında. Sağ ol qardaş. Sağ ol dayıoğlu, öpürəm səni, bağrıma basıram. Allah xoşbəxt eləsin hər iki gənci. Allah mübarək eləsin. Buyursunlar. Axşamınız xeyir olsun, əziz qonaqlar. Sizin hamınızın salamlayıram. Gəlini Saadəti də təbrik edirəm. Oğlumuz İsmaila da uzun ömür, can sağlığı və ailə saadəti arzulayıram. Oğlu uşaqlı olasınız. Can deyib, can eşidəsiniz. Sağ olun, inşallah. Var mı artıran? Bəli. Kürəkənimiz demişkən İsmail haqqında söz deməyə ehtiyac oldu. İsmail və onun kimi dəyərli oğlanlar öz sözünü vətənə deyən oğlanlardır. Allah var eləsin onları. Saadət xanıma bir daha göz aydınlığı, sizlərə mehribançılıq arz edirik. Sizin kimi yaxşı kürəkənlər də var olsun. Görürsə Elçin bəy, bütün bu ailə, nəsil sözü birinci sənə sizə verdi. Çünki bu siz hörməti, ehtimadı qazanmışsınız. Allah sizi var eləsin. Bir daha sizlərə mehribançılıq, bəyimizə, gəlinimizə xoşbəxtlik və bizdən sizə gözəl musiqilər gəlir. Oba! Ay maşallah! Parvin Pirano! Bravo! Adın nedir ay güzel, senin adına kurban olun. Dayan söyleyeyim sana neler, koyma beni bir gün tek sonu. Ay kız geçme bizim mehleden, hamı bakıp sana heyran olur. Vahidin gazelleri bende, ben senden bir söz alan olur. Dünya senindir güzel, alem senin. Sevgi bir ballı güzel, o da senin. Sözler senindi güzel, gözler senin. Allah bir yüreğim var, o da senin. Neler dedim ne diller döktüm, yine geçme bizim mehleme. Ne isteyirsen diler gülüm, göyden ulduzlar ortak eller. Siz geçme bizim mehleme, bu yürekte neler var neler. Vahidin gazelleri mezde, ben senden bir söz alamam. Dünya senin güzel, alem senin. Sevgi bir ballı güzel, o da senin. Sözler senin güzel, gözler senin. Allah bir yüreğim var, o da senin.
sizler için. Son.
Çox sağ olun dəyərli yetələr, abaylar, vaçallar, yaçallar, əmilər, bibilər. Oxun təqibirəmizi oxul. Həmişə rasan sıregi, həmişə havadan sıregi. Rosnu bitnal sas kamugigi, rasanzı havas kamugigi, çepunsu aras kamugigi. Hər birinizə can sağlığı, toylu bir satı günlər. Hörmətli məclisəli, bəli, əmilər, bibilər də sağ olsunlar gəldilər, gözəl rəqs elədilər, məclisi gözəlləşdirdilər. Bəs görək dayılar, xalalar nə deyir bugünkü izdivaca? Deyirəm, mən aşıqam o Maçexdəki dağlara, bugünkü dəyərli qohumlara və çox hörmətli dayılara, xalalara. Elə istəyirəm sözü də verim onlara. Bugün təbrikə gələn İsmail bəyimizin çox hörmətli dayı xala ailələri. Salamlayırıq sizləri. Bəli, bugünü gözləyirdiniz. Deyirdiniz ki, İsmail'in toyu olacaq. İsmail'in toyunda mən belə təbrik edəcəm, rəqs edəcəm. Bax, o zaman yetişdi. Bugün İsmail bəyin toy günü. Və təbrikə gələn çox hörmətli İlham dayısı, Həyətullah Şeygana xanımlar, İslam dayısı, Həyətullah Gülzar xanımlar, Sanur xalası, Həyətullah Şahin bəylər, Rüqiyyət xanımı Rusiyadan, Həyətullah zamanla Ukraynadan təbrikləri, salamları var. Ukraynaya da, Rusiyaya da, Azərbaycana, bütün dünyaya əmin amanlıq arzu edirik. Müharibə heç bir yaxşı əlamət gətirmir. Odur ki, dünyamıza sülh, miru mir, sülh arzuluyor bütün dünyaya. Və Fatimə xanım, Həyətullah Əli bəy, hörmətli dayılar, xalalar, əzizlər, doğmalar, xoş gördük sizləri. Beti abayzul hürmət bu onu, hər bisir xabar ol qiymat bu onu. Qur'an'ı xudul zitini kuda tuhmatu beni çünkü betezi abayzı xudul ömür rakanı həmişə hiki bezi bayalatcanı, hiki maşını, hiki besini. Gəlin bir də təbrik edək İsmail bəy, Yana xanımı. Buyurun dayılar, xalalar, Saadet xanımın çox hörmətli qardaş bacıları, deyirəm nə gözəl gündür bugün. Ən gözəl gündür bugün. Seven sevene qovuşur, toydur, dündür bugün. Assalamu aleykum. Sağ ruhun. Təbrik uşurmuş, gözünüz aydın olsun. Xudulusul betin, ruh xilqo, Allah smucuratı subayası vasır ismatigi, ama jek İsmailliko. Bitu. İsmailliko, nijergi ruh xilqo, Allah siyatsı higi bahkiyegi, Qazolnu sabzi bahkiyegi, yatski tabrik yüşüne, Allah skin sugu, Rikki kulpatıl koyduraqsırduzuy sahikiyegi, ruh xilbiyegi, paşmalki beyeguyegi. İsmail askar umekih, telefonu balan vurdun, ama ağan mehbevşin bu suntum bikanı vur. Bidan zang bey bol bu inhin beyvşin bu Allah'sı şükür bu resfri Allah'sı jeka usul bitnay vasanz Allah'sı kısmat bul. Hükmü Allah'sı. Allah'sı kinusu bu kulpatı tsumgi kisarerhi. İsmail o gün bugün Nusihigi sabrukiyegi duygi bahkiyegi. Oxun tagi. Nijetgi mujdevat ruşina Nij bitsuntun hikayeri agarhyol ratsızı Allah sağcenikegi rohnu tagi nij bitsuntun rella so adamı suhalti bitni gurgu emir ver ki ratsı rohunu go. Eguri bahtiyar oxun tagi. Sağ ol. Yarvin Allah sabahul duy khala'un burk inah yugun gun hiss kısmatuigi bahkiyegi bersin aile sahibiyegi. Həmişə canı bersin. Bir yatsı ki Allah bersin nusi, imanlı nusi, bax bu qürəyəgi yarabbim. Amin mujaygi sahi, mujaygi abadanki. Muj həmişə İsmail'in qarmi, azıq ruh xilbəkigi, hiyinki bəkigi mujayçı söz görü. İsmail mungu çöl betez abayz huy valsanzı dəvət uşunu, rühi rasanzı. Ay ruhuy. Başın avadanı muqam baxtiyar malim. Oba! Şamil hurmayı. Oba!
خربي ركن حرام عمرو يكو أصلكم الله صم القرى أصل يا حاكي خدك خلقكم مصبوطا زكاي جبحر الشميل للخا خكاي دير ميلادك عمرو زكاي جبحر الشميل للخا خكاي دير ميلادك عمرو
Yerli hava gelir sizler için. Ruhul beteyim, havayım, yatalım, bakalım. Seri yatsal batsal, kova.
Hoş gelmişsiniz. Toyu havale eləmə Mehmet müəllimə verirəm mən. Xoş gəlmisiniz. Çox sağ olun, Allah mübarək eləsin. Bütün subaylarımıza toy qismət olsun. Salam, hər vaxtınız xeyirli olsun, hörmətli məclisəhli, əziz qonaqlar. Assalamu aleykum, xiriyaliyatsal, əzizalvatsal. Добрый вечер, дорогие дамы, уважаемые господа. Xoş gəldiniz şu əziz mehmana, qamarcuba, miqabribo. Hörmətli məclisəhli, əziz qonaqlar, sizləri həmişə kimə bax belə bir neçə dildə salamlamaqda məqsədim, yəni demək istəyirəm ki, bura Azərbaycanın ən gözəl bir bölgəsi olan Zaqataladır, hansı ki, bu diyarda bir çox millətlərin nümayəndələri yaşayır. Azərbaycanlılar, avarlar, çaxurlar, inqiloylar, ruslar, türklər. Hamısı bir-birinə qız verir. Gəlin gətirir, oğul evləndirir. Hamısı bir-birinə can deyir, vətənim Azərbaycan deyir. Eşq olsun bütöv Azərbaycanımıza, elimizə, obamıza, gözəl Zaqatalamıza və xüsusilə bugün toyuna yığışdığımız İsmail oğlumuza, Diana qızımıza, Tanrı onları xoşbəxt eləsin, sizləri var eləsin. Nə yaxşı ki siz varsınız. Siz varsınız ki məclis gözəldir, əhval-ruhiyyə gözəldir. Hörmətli məclisəhli, bəli, bugün Azərbaycanımızın hər bir bölgəsində bax belə toylar var, nişanlar var, ad günləri, şad günləri var. Bizləri belə bir gözəl gündə üzümüzü ağ edib, belə gözəl günlərdə iştirak etməyə üzümüzü ağ edən, bizim vətənimizin bütövlüyündə, torpaqlarımızın azadlığında canından keçən şəhidlərimizdir. Sağlamlığını itirən qazilərimizdir, müzəffər ordumuzdur, Ali Baş Komandanımızdır. Həmişə olduğu kimi bugün də istəyirəm ki, bax bu gözəl məclisimizə başlamazdan əvvəl, elə bizim masiximizin girişində də, sağında və solunda olan şəhidlərimiz başda olmalı, bütün Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqə sükutla bir yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uca Tanrıdan şəfa arzu oluruq. Hal-hazırda vətənimizi qoruyan əskərlərimizə, müzəffər ordumuza uğurlar arzu oluruq. Arzu edir ki, müharibələr olmasın, ümumiyyətlə heç dünyada müharibələr olmasın. Əmin amanlıq, firavanlıq olsun. Qızlar olan qapıya elçilər gəlsin, oğlanlar olan evə gəlinlər gəlsin, toya dəvətnamələr gəlsin, şəhid xəbərləri gəlməsin. Hörmətli məclisəli, bax belə firavan günlərdən biri də gözəl Zaqatalamızın ən gözəl kəndlərindən biri olan, o dağlar qoynunda yerləşən, Maçıq kəndində, Ebteyevlər ailəsində yaşanır İsmail bəyimizin toy günüdür. Elə İsmail bəyimiz də vətənimizin
igid bir oğludur. Hansı ki 44 günlük müharibədə iştirak edib. Bugün ailə qurur. Diana xanımdan subaylığın son gününü, ailəlik həyatın ilk günü yaşayırlar. Və bugün baxıram hər şey gözəldir. İnsanlar gözəl, süfrədə naz zeymət gözəl. Amma bu gözəlliyi tamamlamaq üçün gəlin bir gözəl musiqi sədaları ilə səbəbkarlarımızı məclisə dəvət edək. Buyursun, ansambl Əks Səda. Yandırın şamları, alovlansın, alışsın. Şadlı, sevinç birbirine karışsın. Ama bugün toy günden danışsın. Sevenlerin sevgisidir bu gece. İsmail Bey'in, Diana Hanım'ın toy günüdür bu gece. Doğru. Toylarımızın, şenliklerimizin şah musikisi vazalı çalınır. Vazalı çalınır. Bir ana kızını gelin köçürür. Vazalı çalınır, bir ana həsrətlə gəlin gözləyir. Eşq olsun bu gözəl günümüzə, eşq olsun toy günümüzə. Hörmətli məysəhlim, əziz qonaqlar, səbəbkarlarımız İsmail bəy, Diana xanım məclisə daxil olur. Bir gürültülü alqışlar gəlir. Oh,